Məhlul məsələləri. Məhlul nə deməkdir? Hər hansı bir maddəni su ilə qarışdırdıqda, məsələn, spirtlə suyu, duzla suyu, sonra şəkərlə suyu, yəni bunları biz qarışdırdıqda həll olunur onun içərisində. Bu alınan isə məhlul adlanır. İndi bu məhlul məsələlərini necə həll edək? Burada yazıb 15 faizli 300 qram spirt məhlulu. Yəni bizim 300 qram bir məhlulumuz var, qarışdırmışıq. Su ilə spirti qarışdırmışıq, bu 300-dür. Yəni bunun da tərkibinin 15% spirtdir. Bir var 15% 300 olan ədəd tapmırıq. Bax 15% 300 qram spirt məhlulu. Yəni biz bu 300-ün 15%-ni tapırıq ilk öncə. Onda da necə edirdik? Qələmim. Aha, 300-ün 15%-ni tapırıq. Ədədi 300-ü vururuq %15-ə. Faiz göstərən ədədə vurub 100-ə bölürdük. Bərabərdir. Bilirik ki, sürətlə məxrəci, çünki natural ədəd kəsirə vuranda bu yalnızca sürətə vurulurdu. Yəni bunun 2 sıfırlarını, yəni 300 100-ə böl 3 qaldı. 3-ü də 15-ə vurduq, 45. Deməli, bizim bu 300 qram məhlulumuzun tərkibində 45 qramı spirtdir. Yerdə qalanı sudur. Yəni bunu biz çıxaraq da tapa bilərik. Yəni ümumi qarışdırmışıq 300 olub da, bunun 45-i spirtdirsə, yerdə qalır 300-dən 45-ini çıxırıq, 255. Bu da sudur. İndi bizə deyir ki, birinci hissəmizi həll edək. Birinci, 100 qram spirt əlavə etdikdə. Deməli, biz bu 300 məhlulumuzun 45-i spirt idi, 255-i isə su idi. İndi bizə deyir, 100 qram spirt əlavə etdikdə. Bax, bu spirtin üzərinə 100 də spirt əlavə edirəm. Axı, mən bunu əlavə etdimsə, ümumi məhlulum da artmalıdır. Ümumi məhlulumun da üzərinə gəldim. İndi mənim nə qədər spirtum oldu? 45 ilə 100-ü topladıq. 145. Məhlulum isə oldu 400. Bunu da 300 ilə 100-ü topladıq. Oldu 400. Yəni, yadda saxlayın ki, həmişə bax bu maddəni, burada 145 nə alınırsa, yuxarı hissəmizdə suyu həmişə aşağıda yazın. Bunu bölürük ümumi məhlula. Çünki biz onu tapmalıyıq görə bunun bizim indi məhlulumuz neçə faizli oldu. Əgər ki, biz bura spirt əlavə etmişiksə, əvvəl 15 faizli idisə, indi daha çox faizli olmalıdır. Yəni, 145-i bölürük 400-ə. 400, bunu da faizə çevirmək üçün, yəni 145 400-ün hansı hissəsidir, neçə faizidir, onu tapmalıyıq. Bölürük 400-ə, vururuq 100-ə, o da bərabərdir. Yenə ixtisarlarımızı edək, 2 sıfırlar getdi. 145-i bölürük 4-ə, bu da elədi 36 tam %25 faiz. Gördünüz, bayaqları məhlulumuz 15 faizli idi. Biz onun içərisinə spirt tökəndə daha da artdı, yəni faizi daha da çoxaldı da, içərisinə spirt çoxaldı, 36 tam %25 faiz oldu. Deməli, birincinin cavabı A bəndi oldu. Sonra da baxaq görə burada uyğun olanlar varmı? Məhlulun kütləsi 200 qram, xeyr. Məhlulun kütləsi 450 qram olan olmadı bu cavabların heç birində. İndi ikinci hissəni həll edək. İkinci hissədə isə deyir, ikincisi. Yenə eyni məsələdir. 300 qramın, bunu artıq biz həll etdik, 15%-ni tapdıq ki, 45-i spirtdir. 255-i isə sudur. İndi bizə ikinci hissədə nə deyir, ona baxaq. İkinci hissədə deyir ki, 100 qram su əlavə etdikdə. Yəni, mən bu suyun üzərinə gəlirəm 100. Yenə də təbii ki, məhlulumda artacaq. Məhlulun da üzərinə gəldik. Və artıq bizə bu su təsir edən. Biz sadəcə bayaqlar dedik, yəni bu maddəmizi, maddə böl məhlul olmalıdır. Yuxarıda hissədə olan spirti 45-i bölürük. İndi məhlulum yenə nə qədər oldu? 400-ə
vururuq 100-ə. Biz su tökmüşüksə, təbii ki, bunun içərisində faiz azalacaq. İndi aldığımız cavaba da baxaq görək. Demək, burada yenə 100 ilə 400-ü ixtisar elədik. 45-i bölürük 4-ə. Bu da elədi 11,25%. Gördünüz, bayaq 15 faizli idi. Biz ona su tökərək spirti onun içərisində daha da azaltdıq. Oldu 15,25%. Bu da B bəndi. Və məhlulun kütləsi, yox, o digər variantlarda uyğun gəlmədi. İndi üçüncü hissəmizi həll edək. Üçüncü isə deyir, 100 qram su buxarlandıqda, yenə eyni qayda ilə yazaq. 300-ün 45-i spirt, 255-i sudur. İndi isə bizə deyir ki, 100 qram su buxarlandıqda, yəni sudan çıxıram 100 və təbii ki, mənim məhlulum da azalacaq axı. Sudan azalırsa, bunun tərkibindən də azalacaq. Ümumi məhlulumdan da çıxırıq. Yenə maddə, yəni 45-i bölürük. İndi isə məhlulumuz oldu 300-dən 100-ü çıxdıq 200. 200, yenə onun faizini tapmaq üçün 100%. Bu da bərabərdir. Burada da faiz işarələrini qoymamışam. Burada da faiz işarələrimizi qoyaq. 100%, deməli, bunları da ixtisar edirik. İndi isə 45-i bölürük 2-yə. Bu da bərabər olur 22,5%. Bu da bizim Y variantımız oldu. Bir də məhlulun kütləsi, bəli, gördünüz, 300-dən də 100-ü çıxdıq. Bizim məhlulumuz oldu 200. Ona görə bir də D variantı. Eyni tipli bir məsələyə də baxaq. İndi burada yenə deyir 20 faizli 400 qram duz məhlulu. Artıq burada duzla suyun qarışığıdır. Tapaq görək bu 400 qram məhlulumuzun neçə qramı duzdur? 400-ün 20%-ni tapmalıyıq. Vururuq %20-yə. O da bərabərdir 400 ilə 100. Hərəsini 2 sıfırını sildik. 4-ü də 20-yə vurduq 80 qram. Deməli bizim bu 400 qram məhlulumuzun 80 qramı duz, yerdə qalan 320-si isə sudur. İndi birinci hissədə deyir ki, su əlavə etdikdə, birincidə, yenə bu 400 şaxələndirirəm 80, bu da 320. Bizə isə deyir, 100 qram su əlavə etdikdə, bu suyun üzərinə gəlirəm. Təbii ki, yenə məhlulumuz da artacaq. Biz bayaq nə dedik? Maddə, yəni 80-i bölürük. İndi məhlulumuz oldu 500, vurulsun 100%. Bu da bərabərdir. Bunları ixtisar etdik. Alındı 80-i də 5-ə böldük. 16 faizli məhlul. Bəli, bu Y variantı. 500 oldu məhlulumuz, öyle variantımız da yoxdur. İndi ikinci hissə. Yenə də 400-ün 80-i duzdur. 320-si sudur. İndi bizə nə deyir? 100 qram duz əlavə etdikdə. Bu duzun üzərinə 100 gəldik. Yenə məhlulumuz da artmalıdır. 100-ü gəldik üzərinə. Dedik biz maddəmiz artıq oldu nə qədər? 180, məhlulumuz oldu 500. Yəni 180-i bölürük 500-ə. 180 bölünsün 500, vurulsun 100. Yenə bunları ixtisar etdik. Bu da olacaq 36%. 36 faizli məhlul alınar A bəndi. Məhlulumuz oldu 500. Elə bir variantımız da yenə yoxdur. İndi üçüncü hissəsinə baxaq. Üçüncü. Yenə şaxələndirməmizi yazaq. 480 duz, 320 su. İndi bizə nə deyir? 100 qram su buxarlandırdıqda. Artıq buxarlandıranda nə edirik? Çıxırıq. Bundan çıxdıq 100.
təbii ki, məhlulumuz da azalacaq. 400-dən də 100-ü çıxırıq. Yenə nə edirdik? Maddəni 80-i bölürük. Axı 400-dən 100-ü çıxdıq, azaldı 300-ə, vururuq 100-ə. Yenə hər ikisindən sıfırları sildik. 80-i bölürük 3-ə. Bu da təxminən olacaq 26 tam 3-də 22. 3-də 2%. Bu da olur B bəndi. Bir də məhlulumuz oldu 300, məhlulun kütləsi 300 qramda olan C bəndi. B və C variantları. D variantı heç birinə uyğun gəlmədi. Bu məhlulun, yəni su əlavə etdikdə, su buxarlandıqda bu tiplərinə uyğun olan məsələlərimiz, digər tiplərinə, növlərinə aid olan məsələlərdə növbəti videolarda paylaşaram. Gəlin dərsliyimizdəki, 6-cı sinif dərsliyindəki məhlul məsələlərimizə baxaq. Burada deyir, 160 qram saf suya 40 qram duz qarışdırılıb. Qarışığın neçə faizi duzdur? Bax, elə bilin ki, indi bizə bu hissələrini verib da. 160 qram su, sonra 40 qram duz, qarışdırdıq. Nə qədər oldu? Cəmi məhlulumuz oldu 200. Çünki biz 200 elə bir 40, 160 oldu. Qarışığın neçə faizi duzdur? Yenə nə dedik? Maddə 40 bölünsün 200, vurulsun 100. Bunlar da ixtisar eləsək 2, 20%. Bax, gördünüz, duz qarışdırdıq, daha çox faizli oldu, 20%li məhlulumuz oldu. B bəndində isə yenə 45 qram duz, 45-i duzdur, 135-i sudur, cəmi nə qədərdir? 180. Qarışığın neçə faizi sudur? Evet, bizdən suyun faizini istəyirsə və ya biz yenə də məhlulumuzun faizini taparıq və ya suyu istəmir. Ona görə indi suyu böləcək. İndi sizdə çaşarsınız ki, müəllim, niyə burada belə ödək? Axı bizdən amma suyu istədi. Ya da eyni qayda ilə 45-i bölərəm 180-ə, vuraram 100-ə. Bunu ixtisar elədik 4, oldu 25%. Əgər biz indi duzu tapırıq axı, əgər bunun 25%-i duzdursa, yerdə qalan 75%-i də su olacaq. Və ya da 135-i 180-ə bölüb həmin qayda ilə faizini tapa bilərsiniz. Növbəti məsələmiz birinci. 140 qram duzlu suyun tərkibində 10% duz var. Yenə də baxaq görə nə qədəri duzdur, nə qədəri sudur. Demək biz nə etməliyik? 140-ın 10%-ni tapmalıyıq. %10. Sıfırları getdi, qaldı 14. Deməli bu 140-ın 14-ü duzdur. Yerdə qalan 136-sı isə sudur. Daha doğrusu 126. 126. 126-sı sudur. Bu qarışığa 10 qram duz əlavə edildi. Nə edirik? Duzun üzərinə gəlirik. Bax, bu duzu 10 qram duz əlavə etdim. Deməli, mənim məhlulum da artmalıdır. Onda nə qədər duzun maddəmiz oldu? 24, 14 ilə 10, 24. Məhlulumuz isə oldu 140 ilə 10, 150, vurulsun 100%. Bunları da ixtisar eləyək. Əvvəlcə bir sıfırlarımız 15 ilə 10. Hər ikisi 5-ə bölündü. 3. Burada 2. 24 də 3-ə bölündü. 8. 8-i də 2-yə vurduq. 16%. Deməli, alınan qarışıqda duz neçə faiz təşkil etdi? Təbii ki, bayaq görürsünüz 10% idi. Biz bunun üzərinə duz tökdük. Faizimiz daha da artdı. 16% oldu. B bəndi. 250 qram duzlu suyun tərkibində 20% duz var. İndi 250-nin 20%-ni tapırıq. %20. Yəni bunun elə 5də 1 hissəsi deməkdir. 50. Deməli 250-nin 50 qramı duzdur.
Yerdə qalan 200-ü isə sudur. Bu qarışığa 150 qram su əlavə etdim. Bax, bura suya əlavə etdik. Demək, mənim məhlulumda yenə artmalıdır. 150-ni burada əlavə edirik. Və alınan qarışıqda duz neçə faiz təşkil etdi? Nə edirik? Yenə maddəmizi, duzu bölürük ümumi məhlula. İndi 250 ilə də 150-ni toplayırıq. 400. Bunu da faizini tapmaq üçün vururuq 100%. Burada isə 50-ni 4-ə bölürük. Bunlar da ixtisar getdi. 25-i də 2-yə bölürük. 12,5. Deməli, alınan qarışıqda duz 12,5% oldu.